biz gözlərimizi daha çox gerçəklərə açmalıyıq, duyğularımızdan uzaqlaşmalıyıq, gerçək dünya ilə tanış olmalıyıq. Mən fəqət bunu deyim ki, həqiqətən, təkrarən deyirəm, həqiqətən Türklər İranda bu yeni aşamada çox dərin siyasi təcrübəsizliyə və siyasi bilim baxımından çox zəif bir durumdadırlar. Yəni, inanılmaz dərəcədə zəif, təcrübəsiz və bilimsizdirlər. Mən hərəkətdə olan insanlar deyirəm ha. Yəni, evlərində yaşayan normal insanlar ki, siyasətdən heç xəbərləri yoxdur. Onların işim yoxdur. Onların durumu, yəni, nə deyim, Allah bilir olan durumu hardadır. Çünki siz fikir eləyin, 57-ci ildə İranda devrim olanda, yəni səltənətə qarşı devrim olanda, yalnız İranda 56 il sansor vardı, Pəhləvilərin sansoru. Nəticəsi bu idi ki, o cəhli ki, cəmaət istibdadı meydandan götürdü, qaçdı bir mollanın, yapışdı səkkəlindən ki, ölkəni o qutarsın və ölkəni tapşırdı mollalara. Yəni, bir cəhlin, yəni genişliğin və dərinliyin görə bilərsiniz. İndi İranda 96 yox, 100 ildir, dəqiqən 100 ildir indi İranda istibdad və sansor var. Yəni, normal cəmaət siyasətdən heç bir şey bilmirlər. Heç bir şey bilmirlər və çox rahatcasına populistlərə utuza bilərlər. Çox rahatcasına populistlərin dalısıca gedə bilərlər. Gedə bilərlər ki, yox, gedəcəklər. Yəni, hər kim ki, gücü, təbliğat gücü var, onlar aparacaqlar. İndi məsələ bu aşamada İran International televizyonu, onların bir televizyonu ki, gündə xəbərlər oradadır. Fikri də onlar yayırlar. Təəssüflə, yəni, Türk hərəkatı Azərbaycanda və kolli İranda media gücü əldə edə bilmədi. Və bu vasitə ilə bugünkü medial savaşda çox arxaya qaldı. Sizə həqiqətən bir acı gerçəyi demək istəyirəm. Niyə bu acı gerçəyi demək istəyirəm? Bundan ötürü ki, dərindən məsələlər düşünək. Dərindən məsələlər düşünək və başımıza fürsət varkən bir çarə qılaq. O acı gerçək nə idi? Dünən Berlində gedən yürüyüş ya təzahüratıdır. O böyük bir acı gerçəkdir. Yəni, əgərsə genəldə desək ki, orada İrandan hər kəs yığışmışdı ki, elə də yığışmışdılar da, bizimkilər də oradaydılar. 100.000 insan orada, yəni 80.000-dən 100.000 insan orada iştirak etmişdilər. Yəni, o dəyərləndirmələrə görə. Yəni, biz orada baxa bilərik ki, bizim insanlarımız, Türk hərəkatına olan insanlar, o 100.000 insanın içində nə qədərini təşkil edirdilər? Gerçəkdə cəmiyyəti İran %40'ı Türkdür. Yəni, o 100.000 insanın 40.000'i Türk olmalıydı da, yəni Türk olmalı ya, Türkdülər. O 100.000 cəmiyyətin 40.000'i yəqin ki Türkdür, amma onların neçə faizi Türklərin hərəkatının bayrağı altında durmuşlar. Ya Türk hərəkatına aid aktivistlər ki orada iştirak etmişlər, onların yanında durmuşlar. Onların neçə faizi durmuşdu. O bizə mühümdür. Bizim insanlarımız olardılar ki orada Azərbaycan və Türk hərəkatının bayrağını qaldırıblar, şüarlarını qaldırıblar və meydanda görünüblər. Nə qədər idilər? Fikirlisiz 100 nəfərə çatardı mı? Görsənir də, özünüz baxarsınız, görərsiniz. Deyək, hələ dağınıq o yanda, bu yanda da varmışdır. Görsənən şeylər, məsələn, 30-40 nəfər. Deyək ki, orada biraz da o yan, bu yanda dağınıq filan vardı, 100 nəfər. 100.000'in içində 40.000 yerinə 100 nəfərik deyirsək, bu nə deməkdir, qardaş? Bu bizə o acı gerçəyi deyir ki, əgər bugün İranda
İran rejimi yıkılırsa ve İran'da bir müessis meclisleri kurulursa ve orada anayasa yazılırsa, o anayasa bir Fars devletinin kuruluşunu ya bir daha Fars devletinin kuruluşunun anayasasını yazacaktır. Yani biz o müessis meclislerde çok zayıf durumda olacağız. Ve bu acı gerçeğin bir başka yönünde değil. Eğer Türkler, yani 40% cemiyet meydanda olmayıp ve bu etkili olmayacaklar bu harekete, yani Türk harekatı o güç sahibi olmayacak. Diğer %40 olmasın, %35 olsun. Onda ne Kürtler, ne Araplar, ne Beluçlar, hiç biri İran'da hak sahibi olabilmezler. Çünkü onların, o halkların en güçlü yönü ki hem Azerbaycan'da güç sahibi, hem Tehran ve Kerez'de potansiyel sahibi, yani Türkler meydanda değiller. Meydanda değiller. Elbette bunu derinden analiz etmemiz lazımdı biraz ki bizimkiler 100 nefer ki değil. 100 insanımız yoktu, çok insanımız var. Mesela diye bir harizde bir en azı bir 5.000 insanımız var. 10.000 diye insanımız var. Söhbətli, sözdü, danışırıq. Fərqi yoxdur. Misalda münaqişə yox. Yəni 10.000 olsaydıq belə nə edə bilərdik? Yəni 10.000 savaşmayadıq küçədə. İrana anayasa yazılacaq. İranın çapından, Azərbaycan ve İranın çapından o anayasa yazılma müessis məclislərə nümayəndə göndəriləcək. O nümayəndələr federal tərəfdarı olmasalarsa, istiqlaldan danışmıram. Çünki bu istiqlal, yani sözü yok, yani sözü yoktu. Bakın, İran'da ittihamı, təcziyə tələbi Azərbaycanlılara vurmurlar ha. Vurmurlar. Azərbaycana, Türklərə ittihamı, təcziyə tələbi yoxdur. Bəlkə ittihamı, təcziyə tələbi kimə vururlar? Kürtlərlə Bəluçlara. Düzdür, Kürtlərlə Bəluçlara vurdu da bu ittihamı. Ondan ötürü bir bəhs gəldi, təcziyə tələbi filan. Amma Türklərə vurmurlar. Halbuki, yani Türklərin istiqlalcı təşkilatlarının sayı 12'den çoxdur. Amma nə Kürtlərin, nə Bəluçların, yani 2-3 dağdan istiqlalcı təşkilatları yoxdur. Adları da çəkilməz. Heç kəs də onların adını da bilmir. Amma niçin onların adı daha çox gəlir və Türklərin içində bizimkinin adı gəlmir? Çünki heç bir etkisi olmayan bir fikridir. Yani heç bir təsir etmeyen bir cəreyandır. O qədər zəifdir. Yani adın gətirməyə belə təşəbbüs eləməyiblər. Halbuki İranda baxanaq dağlar ki, bu təcziyə tələbinin adını gətirsinlər. Amma Türklərin təcziyə tələb deyə də onlar deyilə təcziyə tələb. Adını gətirməyiblər. Yani ona göre istiqlal sözünü burada mən danışmaq istəmirəm. Yani mövzudan xaricdir. Taze İranda federalizmin qurulmasına imkan yoxdur indi. Yani o nümayəndələr ki, gedəcəklər, İran rejimi yıxılandan mesela 4-5 ay sonra bir müessis məclislər qurulacaq və orada oranın nümayəndələri, yani %55 orada, %55 nümayəndələr o müessis məclislərdə federal ve cumhuriyet tərəfdarı olmasalar, oradan anayasa federal ve federal cumhuriyet çıxmayacaq. Belki yalnız cumhuriyet, yani bir mərkəzçi cumhuriyet çıxacaq. Dünən Berlinin təzahüratı 100.000 nəfər. Sonra o Kanada'da gedən təzahürat 50.000 nəfər. Bu biraz kirdarlı bir, yani düzgün bir ədəddir. Üstüne analiz koymaq olar. Bizə nə göstərir? Heç biz federalda əl tapa biləcəyik mi? Ona göre oturup börkümüzü qarşımıza koymalıyıq. Dərindən düşünməliyik. Problemlərimiz harda? Zəif nöqtələrimiz nədir? Acaba hərəkatın patolojiyasını tapmaq üçün bir analiz eden var mı? Məsələmiz, zəflərimiz harda nə etməliyik, nə etməməliyik, nə etmişik və nə etməməliydik və ya etməliydik deyə analiz var mı meydanda? Yox. Hər kəs düşünür ki, hər şey öz yolunda gülü bülbüldür və gözləyirik yalnız İran rejimi getsin və ondan sonra biz Azərbaycanda bir devlet quraq. Mesela federalçılar bir federal devletin qurmasının yuxusu ilə yuxudadılar bəlkə və istiqlalçılar da
istiqlal dövlətin qurması arzusu ilə o yuxuda gedirik. Amma dünya, yəni azad bizcə bir təzahürat, meydanda yürüyüş, dünən Berlində, yəni 100.000 nəfər və Kanada çıxan o şəhərdə 50.000 nəfər göstərdi ki, heç elə bir şey yoxdur və Fars nasionalizmi çox güclüymüş. O Fars nasionalizmin güclüyü bizə nədəndir? Çünki onun yarısı türklərdirlər. O Fars nasionalizmin sıralarında yarısı türklərdirlər. Hətta deyəcəm ki, bunun indi xəbərini vermirəm, sonra yavaş-yavaş dəqiqləşəndə xəbərini verəcəyim ki, onların, yəni Fars toplumunun xaricdə ki, bu 100.000, 50.000 təzahüratları yola salırlar. Xəbərini yavaş-yavaş verəcəyim ki, onlar da türkdülər. Amma Fars nasionalizmin istəyi əsasında təzahürat qoyurlar. Yəni, İrancıdırlar, mərkəzcidirlər yəni. Ona görə biraz bunu düşünməyin də, baxın, bizim dostlarımız, iki xanım dostumuzu Washingtonda dünənləri yalnız bir şüar üstündəki İyalat-ı Müttəhidə İran yazıb. Yəni, federalizm istirdi, ikisini döyüblər. Birini ki, yapışla boynundan, yəni, itəliyib də düşüb və boynunu sıxıblar. O bilsə bir iş görəmdir, amma dildə təhdid ediblər. Kürdləri Kanadada, deyəm Kanadada, Ləndəndə Kürdləri bayraqları çıxartmaq üçün hücum gətirilər, vurdular da filmlərində gördünüz. Elə dünən təzahüratdakı Berlin özündə də təhdidamız şeylər gəlib, çünki mənim bayraq çıxartmışsınız. Onlar da Camohun bayrağı qaldırmışlar orada. Bu nə vəziyyət gətirmişsiniz? Amma çünki cəmiyyət varmış, biraz neçə nəfər cəmiyyət etmişlər, hücuma keçməyiblər. Yəni, əgər həqiqətən o faşistlər hücuma geçsəydilər, bizimkiləri o da tarmar da edə bilərdilər. Yəni, biz o qədər zəif durumduyuq. Hətta özümüzdən müdafiə etmə bir durumunda dəyirik bir yürüyüşdə. Yəni, xanımlarımız, aktivistlərimiz təkcə getmədilər. Dünən bir analiz qoydu orada. Təkcə eşiyə getməməlidirlər. Təzahüratlara, yürüyüşlərə dəstə-dəstə getməlidirlər. Neçə nəfərlə getmədilər ki, orada yəni, şiddətə məruz qalmasınlar. Lütfən və lütfən bu danışıqdan arzum və istəyim budur. Gözlərimizi siləlim, gerçəkləri görəlim, o gerçəklər əsasında gələcəyimizə bir düzgün xətt, düzgün bir çizgi, düzgün bir yol, düzgün bir teori, etkili, cəzbedici, çəkici, yayılmağa istidadı olan, potansiyeli olan bir teori, söyləm gəlişdirəlim. Yoxsa İran təhvülatında əgər bu rejim gedirsə, bu yaxınlıqda bizim başımız börksüz qalacaqdır.